Ailəmiz gözəl və xoşbəxt bir ailə olub, amma sonradan bu xoşbəxtlik dağılıb. Mənim də o böyümə ərəfəm elə bir ərəfəyə düşdü ki, sevgi görməmişəm. Yəni mən sevilmişəm təbii ki, atam da məni çox sevir, anam da məni çox sevir, amma o çətin perioda düşüb mənim uşaqlığım və ailənin çətin periodu. Bəli, ailənin o enişli çıxışlı ayrılıq dönəmi və çətin vaxtlarla anamın, atamın deyim də belə deyim. Və anamın anası ilə, ana nənəmlə çox böyümüşəm. Və orada da mən çox maraqlı bir uşaqlıq keçirmişəm, həddindən artıq. Baxmayaraq çətin dövrlər olsa da, yəni orada keçirdiyim, mən sadəcə uşaqlıq deyə oranı xatırlayıram. Ağsunun Səbəyli kəndi mənim gözümün qarşısına gəlir. Başqa da bir şey gəlmir. Çətinlik nədən ibarət idi? Çətin günlərimiz var idi, dediniz. İşte bu ana ilə atanın yəni aralarında olan problem, o boşanma ərəfələri, yəni çətinlik dediyim Siz çətin keçirmisiniz o dövrü. İstər-istəməz kasıbçılıq olsun, o vaxtlar daha çətin idi həyat. Mənim 6 yaşımdan sonra belə deyək də. 7 yaşıma qədər hər şey gözəl idi, 6-7 yaşımdan sonra nağıl bitdi. Amma o nağılı siz necədir? Əsas odur ki, təzədən özünü yazıb, təzədən başladırsan. Mən düşünürəm ki, mən anam üçün, ailəm üçün təzədən o nağılı yazdım. Əsas nağılın sonudur məncə. Bəli. 17 yaşımda anladım ki, mən nəsə eləməliyəm, mən çalışmalıyam, pul qazanmalıyam. Çünki 17 yaşıma qədər pul qazanmasam da, qardaşımın məsuliyyəti mənim üzərimdəydi, onun tərbiyəsi, oxuması falan filan. Atamla anam dostdular. Nə gözəl. Çox gözəl bir dostluq münasibətləri var, bəli. Siz daha çox kimə oxşayırsınız? Atanızın qızısınız, ananızın? Sima olaraq anama oxşayıram, elə deyirlər, amma fiziki atama bənzəyirəm. Çünki atam daha hündür, uca boy, belə. Anam isə çox balaca boy, belə çıqılı-mıqılı, balaca bir xanımdır. Amma gözəldir, o məndən gözəldir, mən gözəldir. Milli Show səhifəmizə abunə olmağı unutma.